bir video paylaşdım və dedim ki, təbii ki, mən yenə də deyirəm, mütəmadi olaraq Rəqsanə İsmailovanın ailəsindən əlaqə saxlayıram. Onunla bağlı müəyyən xəbərlər olanda həmən paylaşıram və bir neçə gün bundan öncə Aysunla bağlı bəzi fikirlər söylədim ki, ailəsinə həm maddi, həm mənəvi dayaqdır. Onların bütün problemlərini özü həll etməyə çalışır. Balaca, kiçicik çiynində. Belədir də, həmişə qarşılıqlı olur. Ana əzab-əziyyət çəkir. Övladlarını böyütmək üçün bütün əziyyətlərdən keçir. Təbii ki, övladları böyüyəndən sonra onlardan nəticəni alanda, yaxşı mənada təhsil alıblar, işləyirlər, gözəl ailələri var, ayaq üstə durmağı bacarırlar. Təbii ki, bu elə valideyn üçün böyük dəyərdir, qiymətdir. Bunun qiyməti yoxdur və Aysun da bax belə övladlardan birisidir ki, anasının yanında olub, indi də anasının yanındadır. Mən Ədilə xanımla əlaqə saxladım. Bizim bəzi söhbətlərimiz oldu. Dedi ki, Sara xanım, siz Aysunun adını çəkdiniz. Dediniz ki, Aysun bizə həm mənəvi, həm maddi dayaqdır. Dedi ki, mənim Ella da qızım var, Rəqsanənin bacısı. O da qeyrətlidir. O da təəssübkeşdir. O da məsuliyyətlidir. O da bacı istəyəndir, ana istəyəndir, bacının balalarını istəyəndir. Belə bir xanımdır Rəqsanənin bacısı Ella da. Elada xanım, mən sizə də təşəkkür edirəm. Ananız sizinlə bağlı çox gözəl fikirlər söylədi. Siz də, indi mən həmişə kiçicik deyirəm də, qadınların çiyini əlbəttə kiçicik olur. Təbii ki, siz də o kiçicik çiyinlərinizdə bu yükü daşımağı bacarırsınızsa, nə yaxşı, nə yaxşı. Təşəkkür edirəm.